Hər vaxtınız xeyir olsun, xoş gəlib dəyərli xanımlar, bəylər, hər birinizi salamlayıram. Və bu günləri artıq bizim Qubamızın ziyalı xanımlarından olan Camalfər xanım Əliyevanın artıq 3-cü kitabının 4-cü kitabının təqdimatıdır və bu dəfə isə tam fərqli edərək İlahi Sevgi adlı bir kitabının təqdimatını etdi və Quba rayonunda isə bu kitabın təqdimatını siz Hacı xanımları bura toplayaraq və təbii ki sizlər üçün yazılan kitabın təqdimatına artıq başladıq. Və Allah Teala ziyarətinizi qəbul etsin bir daha. Getdiyiniz o ziyarət yolunda elədiyiniz dualarınız Allah Teala tərəfindən qəbul olunsun. Gəlin bir alqış edək Camalfər xanım üçün, çox rica edirəm mən sizdən. Camalfər xanım hər dəfə olduğu kimi öz kitablarından daha da fərqləndi və bu dəfə isə nəzərə aldı və öz Qubasının şimal bölgəsinin həcə getdiyi xanımlar haqqında öz bilgiləri toplayaraq və bir kitabda bunu cəmlədi və nəhayət ki təqdim elədi və hər birinizi mən təbrik edirəm ki bu kitabda hər birinizin adı var, burada olmayanlar da var və təbii ki onlarda kitab çatacaq və hər birinizə öz dərin təşəkkürümüzü bildiririk. Və mən istərdim ki bir dəqiqəlik sükutla cəmi şəhidlərimizi yad edək, sonra isə tədrimcə davam edelim. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Burada olan vətən müharibəsi qazilərimiz də var və sizləri salamlayırıq. Hər birinizə can sağlığı qazilərimizə, şəhidlərimizə isə qəni-qəni Allahdan rəhmət diləyirik və ruhları şad olsun. Burada Hacı xanım da var, şəhid nənəmiz var. Allah onu da səbir versin ailəsinə, özlərinə və bir də evlatlarınızın, nəvənizin ruhu şad olsun deyirik. Və mən istərdim ki dəvət edəyəm Camalfər xanımın özünü və çünki Camalfər xanım özü sizləri salamlasın və açılış üçünsə söz sözləri bir-bir təbii ki dəvət edəcəm və alqışlar gəlsin Camalfər xanımın şərəfinə, buyurun. Çox sağ olun. Bugün o qızıl vaxtınızı bu gözəl tədbirə həsr etdiyiniz üçün hər kəsə minnətdarlığımı bildirirəm. Allah ziyarətinizi uca etsin, məqamınızı uca etsin. Hamınızı salamlayıram və çox sağ ol deyirəm. Var olasınız. Nə yaxşı ki varsınız, nə yaxşı ki Qubamızın Hacı xanımlarsınız. Burada bizdə qonaqlarımız da var. Zümrüt xanım bilirsiniz ki el qızımızdır. Xalq artistimiz, Kifayət xanım, deməli, İqtisad Universitetinin professoru, Ziyadxan müəllim, kitabın redaktoru, Mərcan TV-nin rejissoru Namiq Zeynalzadə və sizlər. Biz bilirik ki, Quba cəmaatı dinlə mübarizə apara-apara öz deməli dinini saxlamış və hər zaman İslam dininin yüksək olduğunu və əzəmətli olduğunu göstərmişdir. Bizim Quba cəmaatının qadınları da hər zaman məscidlərimizə gedir, orada namaz qılırlar və Quran-ı Kərimi əzbərdən bilirlər. Bugün İslam dininə olan məhəbbət bütün xalqlar arasında var. Çünki İslam dini özü öz əzəmətliyini, nəcibliyini, xeyirxahlığını göstərmiş. Buna görə də İslam dininlə məşğul olan qadınlarımız yəni hər zaman özlərini su kimi şəffaf və göy üzü kimi təmiz sanırlar. Hətta onlardan xeyriyyəçilik etdikdə soruşanda onlar hətta bundan da bu fikirlərdən də yayınırlar. Elə xanımlarımız var ki dünya deməli bütün ziyarətgahlarda iştirak eləmişdi, məşhur olan ziyarətgahlarda və Məşədi adını almışdı. Məşədi xanım, Kərbəlayı və Hacı xanım. Mən bugün burada oturan bütün Hacı xanımları bağrıma basıram, öpürəm və onlara öz məhəbbətimi bildirirəm. Bu kitabın da ərsəyə gəlməsindən mən elə bu xanımlarla görüşərək onları fikirlərinə aydınlıq gətirərək və onları öz kitabımda qələmə aldım. Mən buna çox sevinirəm ki, bugün Quba xanımlarının mən bu kitabımda yəni göstərdim və bu bir
gözəl bir iş oldu mənim üçün. Mən özüm də elə bir həcc ziyarətində olmamışam və həcc ziyarətinə getmək istədim. Allah mənə də qismət eləsin. Sizi dualarınız nəticəsində yəqin ki, Allah mənə də qismət edər. Bu kitabın da ən gözəl, yəni ki, əhəmiyyəti ondan ibarətdir ki, gənc nəslimizdən sizin kimi gözəl xanımları mən olaraq tanış elədim. Var olun, həmişə belə üzünüz gülsün, həmişə mənim gözəl Quba xanımlarım olasınız və sizə can sağlığı arzulayıram, özümə də yeni nailiyyətlər arzulayıram, var olasınız. Mənə köməyi deyən, dəyəri deyən hər bir insanlara mən öz, necə deyərlər, təşəkkürümü bildirirəm. Mənim bu kitabın ərsəyə gəlməsində bizim Ziyadxan Budaq, deməli, şairimiz, Azərbaycan Yazıçılar İttifaqının üzvü, Qızıl Qələm mükafatçısı Ziyadxan Budaq, yəni redaktoru da kitabın mənə çox yerlərdə yardım olmuşdu. Mən onu da alqışlamaq istəyirəm. Çox sağ olsun, var olun. Namik bəy də hər zaman yanımızdadır, Mərcan TV-nin rejissorudur. Zümrüd xanım bizim el qızımız, onun da adı var kitabda. O da, yəni, ondan da intervyu götürmüşüm, onun haqqında da o çift yazmışım. Düzdür, Kifayət xanım bizim Quba xanımı deyil, əslən Bakılıdır, amma o da Hac xanımdır. Yəni, gəlin qonaqlarımızı alqışlayaq. Yəni, başlaya bilərik, buyurun. Teşekkür ederim və istərdim ki, İqtisad Mədəniyyətinin professoru, Qadınlar Şurasının sədri, Əlizadələr Məclisinin üzvü, BMT-nin Sülhəbəranlı Sərfili Qarabağ şəhid ailələrinin, veteranlarının cəmiyyətinin, Vətənpərvərlik Komitəsinin sədri, Dərəz Universitetinin fəxri professoru Kifayət xanımı alqışlar eləsin və Kifayət xanım. Məncə də burada öz sözünüzü deyin, ehtiyac yoxdur. Hoş gördük hər birinizi, gözəl xanımlar, Çox sağ olun. gözəl həcc xanımlar. Bugünkü tədbir Cəmafət xanımın İlahi Sevgi adlı kitabına həsr olunmuşdur. Və bu kitabın mən vərəqlədikcə, oxuduqca Quba xanımları haqqında tamamilə fikrim demək olar 180 dərəcədə dəyişdi, sözün həqiqi mənasında. Kitabın keçən dəfədə biz təqdimatında olduq, çox xanımlar buyurub təşrif gətirmişlər. Bugünkü xanımlar isə tam fərqli, yəni əsl Quba xanımlarıdır ki, mən bugün sizinlə görüşə gəlmişəm və səbəbkarı da Cəmafət xanımdır və həm də bu kitabın ərəsəyə gəlməsidir. Biz çox şey danışa bilərik burada, yəni hər barədə, çünki xanımlar bir yerdə olduğu, ürəkləri bir-birinə daha yaxın olur, səmimiyyət daha başqa cür olur. Amma vaxtımız məhdud olduğu üçün mən sizin vaxtınızı çox almaq istəmirəm. Sadəcə kitab haqqında və Cəmafət xanım haqqında bir-iki kəlmə söz demək istəyirəm. Cəmafət xanım həqiqi mənada xanımlar xanımıdır. Və bu sözü mən ürəklə ona görə deyirəm ki, o öz tərbiyəsi ilə, mədəniyyəti ilə, savadı ilə, əxlaqı ilə Qubanın, Quba şəhərinin təmsilçisidir. Və bütün xanımların, mən deyərdim ki, adını təsdiqləyən və özündə cəmləşdirən bir xanımdır. Bir insan əgər mənfi bir iş görərsə, o bölgə demək olar ki, fikirləşirsən ki, yəqin bu bölgənin insanları belədir. Amma siz fəxr eləyin ki, sizin belə ziyalı, savadlı, dünya görüşlü və əhatəsi geniş olan bir Qubalı xanımınız var. Və Cəmafət xanım da bu kitabda İlahi Sevgi adını qoymaqda məqsədi olurdu ki, insanlara, sizi tanıyanlara, tanımayanlara bildirsin ki, biz Quba xanımları təkcə evdə, evdar işlə məşğul olmuruq. Biz həm cəmiyyətdə öz sözümüzü demiş oluq və hətta Allahın bizə bəxş elədiyi o gözəl ziyarətkar Məhkəv ziyarətinə də gedib orada da özümüzü necə deyərlər təsdiqləmişik ki, həqiqətən də biz Allaha bağlı insanlarıq.
ilahi qüvvə sizi aparıb. Siz elə belə getməmişsiniz. Allah Teala özü yol açmasaydı sizə, tam səmimi deyirəm sizə, hər kəsə Allah yol açır. İnandım sizə o qədər istəyənlər var ki, bu ziyarətdə olsunlar. Amma çoxlarına qismət olmuyor. Siz xoşbəxt xanımlarsınız, xoşbəxt analarsınız ki, o ziyarət sizə qismət olundur. Və bu kitabı da əsas məqsəd mən nə etmək istəyərdim? Təkcə sizin haqqınızda sizə bildirmək deyil. Xeyr, bu bir tarixdir, Quba tarixidir. Sizin evlatlarınız, evlatlarımızın evlatları üçün bu bir sənətdir. Yəni, hamımız bilir ki, kitab nə deməkdir? Və bu sənət olaraq sizin bugünkü zamanla yaşamağınızdan başqa da və bizlər dünyadan köçəndən sonra da nəsil bə nəsil bizim haqqımızda, yəni sizin haqqınızda qalan bir tarixi məlumatdır, materialdır. Yəni özünüz bilirsiniz ki, bir nəsil haqqında öyrənəndə milli arxivə və digər arxivlərə müraciət olunur ki, bu nəslin kökü haqqında bilinsin kimdir, nəcidir. Və bu kitab da sizin tarixiniz deməkdir. Camarfər xanım təkcə burada ədəbi cəhətdən deyil, mənəvi cəhətdən deyil, həm də sizi arxivləşdirib. Və ona bir ürəkdən alqış istəyərdim. Çox sağ olun ki, belə bir qərara gəlmişsiniz, belə bir fikrə gəlmişsiniz və bu kitabı ərsəyə çatdırmışsınız. İnandırım sizi ki, o qədər əziyyət çəkib, o qədər zəhmət çəkib, onun hər cümləsinə, hər sözünə, adicə bax, bugünkü tədbirin hazırlaşmağına o gecəni səhərə qədər yatmayın. Yəni, onun əziyyəti çoxdur. Sabit duruşuna baxmayın, o qədər həyəcanlıdır, o qədər məsuliyyətlidir ki. Və mən çox şadam ki, Camanfər xanımın timsalında Quba xanımlarını tanıdım. Və həmçinin də digər bölgələrə tanıtdırdı. Azərbaycana tanıtdırdı. Hətta sizin evlatlarınız xarici ölkələrdə əgər təhsil alalarsa, yaşamış olsalar da belə, bu kitab onlarca sənətdir, tarixdir. Mənim nənəm, mənim anam ziyarətdə olub və kimliyinizi təsdiqləyəndir. Məkkə ziyarəti həqiqətən o qədər gözəl bir ziyarətdir. İlahi qüvvə bizi ora çəkib aparır. Çəkib aparandan sonra biz orada tam özümüzü unuduruq, hər bir şeyi, tam səmimiyyətimə inanın, mən ailəmi də unutmuşdum, Allahla təmasdaydım. Mən elə gəl ki, hər biriniz eləydiniz. Heç sağlamlığımızı da düşünmürdük, heç evlatlarımızı da düşünmürdük, yalnız Allahla təmasdaydım. Allah Teala bizim bu sağlamlığımızı, gözəlliyimizi, ruzumuzu bol eləsin. Və bugün burada Qubanın gözəl çiçəkləri əyləşir. Hər biriniz bir çiçəksiniz və birlikdə buket təşkil eləmişsiniz. Tək gül, təkdir də, yəni boynu bükür. Amma güllər bir-birinin yanında olanda buket şəklində görürsünüz ki, əzəmətli görsənir. Elə deyilmi? Və siz xanımlar da həmin o gül buketisiniz. Bir-birinizin yanında daha əzəmətli görsənirsiniz və gözəl görsənirsiniz. Mən sizi çox yormaq istəməzdim. Burada bir Allaha aid şeir yazılır. O misraları mən demək istəyərdim və bununla da sözümü bitirmək istəyərdim. Bir dəqiqə. Varmı bir ucalıq qüdrətdən uca? Qüdrət baş əyər heyrətdən necə? Sevgidən, sayğıdan, açıq sizdən biraz üzürlüsən. Sevgidən, sayğıdan, rəğbətdən uca, Allahın adından bir ucalıq var. Həqiqətən də Allahın adında bir ucalıq var. Mən istərdim hamınız burada olan yazılan şeiri oxuyasınız və bu birbaşa bizim Allaha olan təmasımızı, Allaha olan sevgimizi təcəssüm etdirilir. Hər birinizdə can sağlığı arzulayıram və arzulayıram ki, bizə gələn dəfə inşallah belə tədbirlərə tez-tez dəvət eləyəsiniz, toylarınıza, gözəl günlərinizə dəvət eləyəsiniz və bir-birimizi daha yaxından tanıyaq.
Sağ olun, var olun. Cəmafər xanıma da uğurlar arzulayıram. Teşekkür ederim, çok sağ olun. Valla deməli bizim şimal bölgəmizdə, ümumiyyətlə Azərbaycanımızın bütün bölgələrində, şəhərlərində, rayonlarında budur ki, həcə gedən həc xanımları həmişə qız qapısına aparırlar. Yəni məsləhətli bir işlərdə hamısında həc xanımlar olurlar. Yaxşı ki varsınız. Üzünüzdə olan o nur, üzünüzdə olan o gözəllik və simanız hər zaman sizlərə can sağlığı gətirsin və ailələrinizə can sağlığı gətirsin. Allah sizlərə uzun ömürlər nəsib eləsin. Və bizim də Qubamızın, şimal bölgəmizin fəxr edəcək sənətçiləri, şairləri, yazarları o qədər var ki, çoxdur, həddən artıq. Amma illər bundan öncə Hacı xanımlar hamımızdan səmimiyəm deyə hər birinizə qısa bir məlumat vermək istəyirəm. Bu müğəllini sənətə başlayan anlarım idi, addımlarım idi. Xanım buradadır özü, Respublikamızın xalq artisti Zümrüt xanım üçün bir alqış gəlsin, çox xarşlayırım sizdən. Dedi, haradasan mənə, dedim, evdəyəm, dedi, dur, gəl sənə aparan bir yerim var, gedirik ora. Dedim, harada ora? Bilgəhə mənə apardı konsert verməyə və dedi, səhnəni sən aç ki, sən çıx, sonra da ki, mən çıxım. Sənə ən böyük dəstəyim bu olacaq ki, yaşlı nəslinin sevgisini qazanacaqsan. Və indi də hər dəfə sanatoriyada oxuyanda, harada oxuyanda deyirəm ki, Zümrüt xanım çox sağ ol, Allah sənə can sağlığı versin ki, bu yolu mənə açdın. Zümrüt xanım üçün də bir alqış gəlsin, bu yaxında doğum günüsü olubdur. Mən iştirak edə bilmədim, üzrümə sayısın. Bax, gördün buradan, bax, bu sizin hədiyyəniz və mikrofon da sizdə. Bunu qəbul edeyim, bax, doğum günümə gəlin. Eləyim mi? Sağ olun. Var olasın. Mənim çox təqdimata ehtiyacım yoxdur ki, sizə deyim. Tanıyırsınız məni. Onu demək istəyirəm ki, siz bilirsiniz ki, mən istər öndər prezidentimiz vaxtından yaxşı titullara layiq görülmüşəm, əməkdar artistimi, xalq artistimi Heydər Əliyev tərəfindən almışam. Sonra da ölkəmizin prezidenti olan, bizim fəxrimiz olan, baş tacımız olan İlham Əliyev cənabları tərəfindən başqa titullara da fərdi prezident təqaüdünə ömürlük təyin olunmuşam, evlər almışam, neysə, xülasə, bir çox medallar almışam, ordenlər almışam, Müdafiə Nazirliyindən haqqını almışam. Bütün deyərdim ki, bu titullar içində mən ən gözəl titulum Həc xanım tituludur. Çünki mən Allahın evini ziyarət eləmişəm. Allah yəqin ki, qismət eləyib məni, o yerə gedib çıxmışam. Həmişə də deyirəm ki, bu qədər titullarım var, mən minnətdarım ölkə prezidentimizə, xalqımıza, xalqımızın, sizlərin sayəsində, siz məni sevməsəydiniz gəlib mən bu yerlərə ucalmazdım. Siz olmuşsunuz ki, prezident görüb ki, xalq məni sevir, ona görə də sizlər nəticəsində mən gəlib bir yeri tutmuşam. Ancaq yenə də deyirəm, bu titullar içərisində ən əziz titul mənə Hacı xanım tituludur ki, özü də bilməyərəkdən getdim ora 2006-2007-ci ildə hər 33 ildən bir qərinədir. Onda da ki, Hacı Sultan ziyarətidir. Sultan Hacı. Kifayət xanım da oradaydı. Bir çox bizim burada Hacı xanımlar var, mənimlə ziyarətdə idilər, öpürəm hamınızı. Allah Teala getməyənlərə qismət eləsin. İnşallah. Mən 18 dəfə Məşəddə olmuşam, 5 dəfə Kərbəlada olmuşam. İsraildə, Yerusəlimdə, Qüds ziyarətində, Əl-Əqsa məscidində 3 dəfə olmuşam, hansı ki Peyğəmbərimiz ora mehraca çıxıb, Qüdsdə də olmuşam, ən axırda da ki, həcdə. Allah Teala hamımıza qismət eləsin, doğrudan böyük tituldur. Cəmafər xanım, sənə də qismət olsun. İnşallah biz arzulayarıq ki, inşallah gedərsiniz. Hər dərdin Allah'tan gəlir əlacı, Allah dərgahından ad alır hacı. Mənim də mənim də həmişə başımın tacı,
bir Allah, Məhəmməd, bir də Əlidir. Ayılsın qəflətdə, yuxsun yatan, görsün şeytana, şərə daş atan. Zümrüdəm həmişə, halıma yanam, belə dadıma çatan. Bir Allah, Məhəmməd, bir də Əlidir. Əlidir, aman ey. Qurban olum Kəbəyə, Mədinəyə, Məkkəyə, dərdi bəla getməsin siz gedən o ölkəyə. Qurban olum Kəbəyə, Mədinəyə, Məkkəyə, dərdi bəla getməsin siz gedən o ölkəyə. Hacı geçmişsiz, hacı olmuşsuz xanımlar. Mənim başıma tac olmuşsuz xanımlar. Hacı geçmişsiz, hacı olmuşsuz xanımlar. Mənim başıma tac olmuşsuz xanımlar. Ay canım hey. Teşekkür ederim, çok sağ olun. Ve bu kitapda emeği geçen bütün insanlara ve Cemaat Xanım yardım edenlere her birine minnettarlığımızı bildirip şair publisiz, Qızıl Qələm mükafatçısı Ziyad xan Budaq buradadır ve gəlin alqış eləyək və sizə təqdim edək. Xoş gördük hər birinizi. Azərbaycanımızın cənnət gövşəsi Qubada sizləri salamlamaqdan məmnunluq duyuram. Və üzü nurlu hacı xanımlarımızla, gözəl Qubalılarla bu gözəl anları bölüşdürdüyünə görə mənim qələm dostum Camafər xanım Əliyevəyə təşəkkürümü bildirirəm. Mən Qubada birinci dəfədir ki, ədəbi və yaxud belə deyək bədii məclisdə iştirak edirəm, çıxış edirəm. Bu çıxımdan da çox məmnunluq duyuram. Ona görə də arzu edirəm ki, Qubada olan ziyalılarımızın, əli qələm tutan bütün yazarlarımızın uğurları bol-bol olsun. Mən də onların sevincinə şərik olum. Bugün burada iştirak etməkdən bir daha məmnunluq duyuram. Ona görə ki, Allahın yaxın insanları Allah evini ziyarət edib, saflaşmış, durulaşmış və öz ömürlərini gələcək nəsillərə nümunə kimi göstərən gözəl insanlar haqqında yazılmış bir kitabın ərsəyə gəlməsində az-çox mənim də rolum olub. Yəni, müəyyən, belə deyək ki, redaktələr, müəyyən söz dəyişikləri, nələr və burada mənim müəyyən xidmətim olub. Bunu sevə-sevə eləmişəm, ürəkdən eləmişəm. Çünki mənim tanımadığım və bugün ilk dəfə olaraq üzlərini gördüyüm bu gözəl nurlu simalar həqiqətən cəmiyyətdə hər bir kəsə nümunə ola biləcək insanlardır. Belə bir insanların haqqında hörmətli professorumuzun buyurduğu kimi tarixləşdirmək, tarixi sənət tərtib eləmək, gələcək nəsillərə ötürmək üçün gözəl bir kitab çap eləmək sözün həqiqi mənasında böyük bəxtəvərlikdir, böyük xoşbəxtlikdir, böyük vətənpərvərlikdir və mən də bunu görüb alqışlamışam, özümü də burada görmək istəmişəm. Talih ilə gətirib ki, Camafər xanımın son 2 kitabının redaktoru mən olmuşam. Hər 2 kitabda Camafər xanımın vətənpərvərliyini görmüşəm, yurtseverliyini görmüşəm, Qubaya və Qubalılara bağlı olduğunu görmüşəm. Bundan əvvəlki Quba Qaziləri kitabında onu bir ana kimi, bir müəllim kimi, bir vətənpərvər ziyalı kimi tədqiq eləmişdim. Bu kitabında isə sözün həqiqi mənasında Quba cəmaatının Allaha bağlı olduğunu fəxrlə, qürurla bütün cəmiyyətə çatdırmaq istədiyinə şahid oldum və gördüm ki, hər bir adam, hər bir vətəndaş, hər bir vətən yetirməsi, torpaq yetirməsi elə öz vətəninə, öz elinə, obasına, yurduna bax belə bu cür olmalıdır, sədaqətli olmalıdır. İlahi sevgi adı elə belə qoyulmayıb kitaba. Mən kitabda olan
yazıların hamısının əl yazma variantını oxumuşdum. Bu kitabın ən böyük məziyyətlərindən biri odur ki, kitabda 30 nəfər Hacı xanım haqqında söhbət açılır. Amma heç bir Hacı xanımın haqqında deyilən sözlər bir-birinə oxşamır, bir-birinin bənzəri deyil. Bu kitabda Camafər xanım bədii sözün bütün imkanlarından istifadə edib, onun gücündən istifadə edib, gözəl bir duyğu, gözəl bir his və bədii bir əsər ortaya qoyubdur. Ona görə də kitab oxunaqlıdır, yadda qalandır. Yəni, əsasən kitablar, bu tipli kitablar belə olur ki, yazırlar bu Hacı xanım, adı, familiyası, anadan olduğu il, oxuduğu il, ailəsi, uşaqları belə təqdim edirlər. Amma İlahi Sevgi kitabında Camafər xanım hər bir adam haqqında ayrıca söz demək istəyir. Hər birinə ayrı bir sevgi bildirib. Hər birinə özünün xoş münasibətini ifadə edib və nəticə etibarilə ilahi sevgini bir bədii əsər kimi ərsəyə gətirib oxucuya çatdırıbdır. Bu kitabın üstün cəhətlərindən biri də odur ki, orada həm də siyasi xadimlərimizin gözəl, dəyərli fikirlərini verir. Dinimiz haqqında, İslam haqqında, daha nə bilim müsəlmanlar haqqında böyük şəxsiyyətlərin fikirləri gedir. Quran-ı Kərimin müəyyən surələrindən sitatlar gətirilir, oxucuya çatdırılır. Kitabda xoşuma gələn cəhətlərdən biri də o oldu ki, mən Qubanı dərindən tanımıram, Quba ziyalılarından üzr istəyirəm. Heç bilmirdim Qubada neçə məscid var. Görürəm ki, Quba məscidlərinin hamısını bir yerdə cəm edib, gələcək nəsillərə çatdırır. Hamısını demək kitabxanalara təqdim edir ki, bu evlərdə olan kitabxanalarda Quba məscidləri haqqında məlumat çox asanlıqla ələ çata bilsin və gələcək nəsillər də, elə bugünkü nəsillər də bütün məscidlərimizin hamısının adını bilsin. Bununla bərabər kitabda hədislər də verilir. Yəni, elə bir oxucu ola bilər ki, sadəcə olaraq orada onun qohumu olmaz, qohumunun haqqında o çirki yazılmamış olar, amma kitab əlinə keçər, orada gözəl rəvayətlərdən, hədislərdən kitablar gətirilir və oxucu üçün çox gözəl bir mənəvi silahdır desəm, heç də səhv eləmərəm. Çox maraqlı bir halda nədən ibarətdir? Hər bir o çirkin sonunda bu üzünurlu xanımların özlərinin ruhuna uyğun bir təsbih şəkli qoyulubdur. Doğrudan bu da gözəl bir düşüncənin nəticəsidir, gözəl bir tapıntıdır ki, həqiqətən bu insanlar elə əl təsbihlidirlər də. Əl təsbihli adamlar haqqında gözəl fikirlərin sonunda təsbih şəklinin qoyulması da bir yaradıcı düşüncənin gözəl uğurlu nəticəsidir. Eyni zamanda orada bir neçə şeir də getmişdir və həmin şeirlər də Allaha, Kəbə evinə, Məkkəyə, daha nə bilməyə, dinimizə aid şeirlərdir. Bununla elə bil ki, əsərə bir bədii sambal vermək istəyir, bir bədii güc vermək istəyib və nəticə itibarilə Camafər xanım öz məqsədinə nail olubdur. Mən Camafər xanımın bir neçə dəfə alqışlamışam. Bugün də xidmətində durduğu bu cəmaatının, öz el oğullarının, el qızlarının sırasında, arasında ona bir daha təşəkkür edirəm ki, öz eli üçün belə bir döyünən ürəyi var, belə bir yanar qəlbi var, belə bir eşqi var, həvəsi var və bu xidmətdə dayanmaqda məmnunluq duyur. Ona görə də mən Camafər xanıma uğurlar arzulayıram. Yaradıcılığınız bol-bol olsun xanım. Eyni zamanda bu üzünurlu xanımları bir daha salamlayıram və mən dinlədiyinizə görə çox sağ olun deyirəm, təşəkkür edirəm. Qoxusu və artıq may ayıdır və yay ayları gəlir və hər birinizə gözəllik arzulayıram bu aylarda. Və bizim burada olan qonaqların sırasında mən istərdim dəvət edəm bizim deməli rejissor, qəraətçi, Mərcan TV-nin müxbir aparıcısı Namiq Bey Zeynalzadə, zəhmət olmasa. Sifət simasından bilirəm, 25 il bizim də təcrübələr hamında oldusa uğurlar, çox sağ olun ki, siz hər zaman dəstək olsun Camafər xanıma, biz bütün Qubalar adından sizə minnətdarlığımı bildirirəm. Hər türlü televiziya çıxışınızı atır və izləyirik, baxırıq və görürük ki, bizim Şimal bölgəmizin ziyalı xanımına dəstək olan mən sizə Mərcan TV. Teşekkürlər. Çox sağ olun. Mən də minnətdaram bu gözəl fikir bildirməyinizə görə. Camafər xanıma uğurlar arzulayıram. Onun yazdığı hər bir kitabda həqiqətən müəllimlər dedi, ehtiyac deyil daha onu
eləməyə. Xan müəllimin bir şeiri var burada, Allahın adına bir ucalıq var. Onu səsləndirərdim. Adında bir ucalıq var. Allah yerə göyə fəhm eləyəndir. Müşrikə, kafirə zəhm eləyəndir. Allah bəndəsinə rəhm eləyəndir. Allahın adında bir ucalıq var. Var mı bir ucalıq qüdrətdən uca, qüdrətə baş əyən heyrətdən uca, sevgidən, sayıqdan, rəhmətdən uca, Allahın adında bir ucalıq var. Ha, öz varlığın qayaya yazır, gülün məzəyində həyaya yazır, özünə himn edib mayaya yazır, Allahın adında bir ucalıq var. Göydən nur tökülür, yağış əvəzi, yerdən çiçək açır, qalxır baxış əvəzi, bütün kainata naxış əvəzi, Allahın adında bir ucalıq var. Dünyanın gecəsi, gündüzü Allah, sabahın müjdəsi dan üzü Allah, insanın ilk sözü, son sözü Allah, Allahın adında bir ucalıq var. Baş əydim hikmətə, diz döktüm düzə, yaranış yoxluqdan çıxıbdır üzə, varlıq möcüzədir, yoxluq möcüzə, Allahın adında bir ucalıq var. Yoxun yoxluğunda yoxluğa bir bax, yox olan çox olur, çoxluğa bir bax, aləm közü toxdur, toxluğa bir bax, Allahın adında bir ucalıq var. Gözün öz dili var, qaşın öz dili, qayanın öz dili, daşın öz dili, dilin yaddaşında yaşın öz dili, Allahın adında bir ucalıq var. Göylərə boylandım, Tanrıya baxdım, aya mehrələndim, ulduza qalxdım, dil açdı zamanım, söylədi baxdım, Allahın adında bir ucalıq var. Ayrıla bilmişəm sükutu səsdən, havalı haramdan, yaxşını pisdən, ilahi səs gəlir başımın üstdən, Allahın adında bir ucalıq var. Allahın adında bir ucalıq var. Biz təşəkkür edirik yaxınlarımızı, gözəl şeylərdir. Sağ olun. Tabii. Çox sağ olun, teşekkür edirəm. Kitablar Hacı xanımlar haqda yazılıb, amma biz də danışırıq, siz də danışmazsınız. Müəllimə bir dəqiqə icazə verin, zəhmət olmasa. Bizim burada olan Hacı xanımlar, Hacı xanımlar üçün bir almış gəlsin. Başda Səkinəmamız olmaqla təbrikiniz varsa bir sizdən çatdırım, ünvanlayın və buyurun. Söz sizindirlər, buyurun yanaşın. Sən bütün hər şeyi yaxşı bilirsən. Çox sağ olun. Mən yerimə danışam. Təşəkkür edirəm borcumu. Hamısı qonaqlarımızı salamlayıram. Xüsusilə də Cəmafər müəlliməni, Hacı xanımı, ona can sağlığı, uzun ömür, həyatda bəxtəvərlik arzu edirəm. Deyir ki, Bismillah söylə bir iş görəndə, köməyinə çatar Xudaya bəndə. Ürəklə yapışsan əgər bir işdən, xeyrini görərsən daim onun sən. Deyir, əqil dürrü məəlladır, enib engin səmalardan, ağıllı olmaq hiss edər, daim bizi xətalardan. Bu bir dürrü müəlladır, yetişməyir hər bir kəsə, bunu dərk edən aqil, ağılınmaz qədalardan. Bir də deyirəm ki, evə və tükana bağlansın əgər, eyni aşı, dünyada avam qalarsan, fürsətin var ikən get dünyanı gez, köçməmiş bu qoca fani dünyadan. Nəyinə lazımdır gül tabaq, gəl gülüstanından qopar bir yarpaq, gül bir neçə günə saralıb gedər, mənim gülüstanım daim xoş gedər. Allah hamımıza can sağlığı versin, Allah bu gözəl ziyarətləri bütün arzulayanlara qismət eləsin. Çox sağ ol Cəmafər müəllimə. Allah səni də canını sağ eləsin, Ziyadxan müəllimi də canını sağ eləsin. Cəmi gələn qonaqlarımıza hamısına can sağlığı versin. Teşekkür edirik, çok sağ olun. Bizim Ziyalı xanımlar və Quba rayonumuzun 3 saylı məktəbin müəlliməsi Hacı Afət xanıma da söz verir. Alqışlar gəlsin Afət xanıma. Öncə sizə can sağlığı versin. Buyurun. Çok sağ olun. Cəmafər müəllimə, Allah sizə kömək olsun.
təbrikləyirəm sizi. Neçə belə kitablar yazasınız. Allah kömək olsun ki, Hacı xanımları da yaddan çıxartmırsınız. Çox sağ olun. Şakir Bey mənim şagirdim olur. Sizin əllərinizə də dəstəyirəm. Hamısını Allah kömək olsun. Sağ olun, çox sağ olun. Çok sağ olun. Və mən müəllimiyə biz pandemiya vaxtında, yəqin hamımız evdə əyləşmişik də, çölə çıxmırdıq, amma biz Cəvahər xanımdan saat 10-dan 11-dən çıxırdıq çöllərə, bütün Qubamızın kəndlərini gezirdik. Müəllimələr burada hamısı var, bilirlər. Və bəzən də bizə deyirdilər ki, sizin balam evinizdə eşiyiniz yoxdur, bəyəm, siz durub düşünürsünüz və biz insanları düşündük. Və o insanların ki, biz qaplarını gezdik, Hacı xanımlar, mən sizi də hamımızı bir yerdə görmürəm, amma deyim ki, o insanların evlərinə girdik, bəzisinin xalacenikini açırdıq, baxırdıq, bəzisinin şkaflarını gezib baxırdıq, yəni çatışmayan nələri varsa. Amma bizə bir dənə təsirli bir kənddə bir ev olmuşdu və orada bir oğlan kənardan bizə baxdı, seyir elədi. Müəllimə dedik ki, onu tapıq, yəni ona pul verək nəsə. Dedim, yox, o özü yaxınlaşacaq, sən narahat olma, biz yenə bu kəndə gəlirik. Və nəhayət getdik, onun evini açdıq və girdik, onun evi çox, belə deyim də, bərbad bir gündə bir ev idi də, yaşanışı bir şəraiti yox idi, tək atılmış bir uşaq, nə bilim, dərdini danışdı, bizə biz yəni bikariyək ki, onun dərdini, amma bizim yardımımız toxundu və 6.000-7.000 manat ərzində pul yığıldı o bütün kənd sakinlərinin, bütün mənim ətrafım, dostlarımdan hamısından və onun evini nəhayət ki, biz təmir olundu və saf bir yaşayış gördü də. Yəni, hər bir qohumdan biri balış apardı, biri nə bir yorğan, döşək, hərəsi bir nəsə. Biz bunu elədik və illər keçdi. Biz bir dəfə Cəmafər müəllimə dedik, ora yemək aparaq qapıya və girib gördük ki, bu artıq ailə də qurdu. Məsələn, tapıb bir qızla alıb evlənib. Doğrudan da belədir. Amma mən sizə deyim, yaxşılıq hər zaman qalır. Məsələn, bizim bu Hacı xanımlar, sizlər ki varsınız, edirsiniz, amma bəzən də bu yaxşılığın qədrini bilə bilməyən bir insanlar var. Biz yenə də ki, o insanlara dua eləyək, onların könlünə Allahdan insaf gəlsin deyək. Valla, doğrudan da yaxşılıq eləyirik, yaxşılığın nə bilim, mənfisini də görürük, yaxşılığın müsbətini də görürük, amma Cəmafər xanım doğrudan da Quba üçün çox işlər gördü və öz bütçəsindən deyək, biz bəzən olub ki, bizim ətraf şimal bölgəmizdə olan sahibkar insanlar da bizə yardım göstərir, amma artıq nəhayət yaxınlaşdı sentyabr ayı 2020-ci ilin və biz oktyabr ayının sonundan bütün şimal bölgəmizdə olan şəhid qapılarına başladıq bir-bir gezməyə və öncədən qorxa-qorxa getdik. Bilirsiniz niyə? Çünki elin bir sənətkarı kimi və elindəki xanımı kimi, məsəl üçün Albirçəyə kimi mən Cəmafər xanımını xahiş edirdim ki, müəllimə, sən də bir xeyriyçi olaraq qayıtın ki, qoşul bizə, biz artıq gedək. Çünki bir xanım, bir bəy olsun ki, biz bu missiyamızı yerinə yetirək və çox sağ olun, Hacı xanım, siz buradasınız, o bir şəhid anları yoxdur. Mən onlara özümüzə bacı qazandıq, qardaş qazandıq, özümüzə ailə qazandıq, dost qazandıq və biz evlərin ən ağırlı günlərində getdik və onlarla birgə ağladıq, onların xoş günlərində isə güldük. Və heç bir zaman, heç bir evə o günlər nəsib olmasın. Allahdan, Hacı xanımlar, bunu dua eləyin, dünyamız hər zaman sülh olsun. Allah Teala aynı baş komandamız İlhan Əliyevə can sağlığı versin və onun sayəsində, şəhidlərimizin sayəsində, qazilərimizin sayəsində artıq torpaqlarımız işğal altından azad olundu və biz nəhayət ki, bu günləri azad Azərbaycan olaraq bir dəmir yumruq altında öz səsində dünyaya salmışıq və mən sizə minnətdaram, çox sağ olun. Bax, belə topladınız burada yaxınlarınızı. Abasit müəllimə buradadır, yoxsa yoxdur? Buyurun, Abasit müəllim. Sözü sizə verim və mən elə bir sözü niyə belə gətirdim və çünki o illərinin yanında olmuşsunuz və sizə təsdiqləyim. Buyurun. Mən burada olan bütün xanımları salamlayıram. Hər biriniz hörmətlə yanaşdınız, sözün yerə salındınız, gəldiniz, tədbirində iştirak ediniz. Əslində belə tədbirlərdə iştirak etmək həmən tədbiri təşkil edən üçün böyük bir sevinç aldı. Yəni məni kimsə sevir, kimsə tanıyır, kimsə istəyir mənə bir yerdə olsun. Cəmafər xanım haqqında mən üçün danışmaq çox asandır, həm də çox çətindir. Asan ona görə ki, mən buradakilərin hamısından çox əvvəldən tanıyıram. 59 il tanıyıram. 10 il bir məktəbdə oxumuşum. 27 ildə bir məktəbdə işləmişim. Yəni çoxdan tanıdım.
Amma mən üçün çətindir ona görə danışmaq ki, bu işlədiyim müddətdə mən bu dərəcədə onda aktivliyi görməmişdim. Elə bil ki, birdən-birə bu adama müharibədən sonra bir həvəs yarandı. Əslində, doğrudan da insanların yaşaması üçün, insanın yaradıcılıq üçün insanda bir sevgi lazımdır. Bizdə sevgi deyəndə hərə bir cür, başqa cür başa düşülür, o mənada demirəm. Vətən sevgisi var, ana sevgisi, hər bir şey. Bax, onda da bir yaradıcılığa, insanlara əl tutmağa, insanlara yaxınlaşmağa bir həvəs oyandı. Və yavaş-yavaş, mən demirəm ki, məktəbdə olan dövrlərində bu adam ictimai işlərlə məşğul olmurdu, yox olurdu. Amma bu dərəcədə həyatın sərf eləsin, həsr eləsin. Buraxdığı kitablar 4-cü kitabdır, təqdimatı keçirilir. Doğrudan da hiss edirsən ki, insanın bir potensial enerjisi olur. Nə vaxtsa bu enerji üzə çıxır. Bu xanımda da son 3-4 ildə üzə çıxan bir enerjidir. Mən çox istərdim ki, sizin bu yaradıcılıq işləriniz sonuç olmasın, bunun davamlı olsun, daha çox olsun, daha böyük kitablar yazasınız, daha dərin mövzularda yazasınız. Çox istərdim bunu. Uğurlar arzu eləmişəm. Sağ olun. Bəli, Cəmaifər xanıma o ruh gəldi, o pandemiya dövründə qapıları dövdü və qapılara getdi. Deməli, Hacı xanımlar, vaxtımızı alıram, amma çay masamızda var. Çünki darıxdırıcı olmasın deyə sizə bəzən siz söhbət edirsiniz, gedəndə harasa qonaq gedəndə, amma bu dəfə biz sizə maraqlı söhbət edir. Deməli, bir qapıya getdik, bizi apardılar ki, bu evdə çox yardım olunub. Deməli, götürüb qazanın içində göy-göyərtini doğramışdı və suya qatıb uşaqlarına yedizdirirdi. Yox, yazığımız gəlməsin, sadəcə mən deyim. Və biz o qapıya getdik, açdım qapını, girdim içəri, gördüm, həddən artıq yalan danışır da bu insan. Həm xanımı, həm də ki özü. Amma uşaq da ki, maşallah, 6-7 dənə uşaq kasıb bir evi yox edir. Mən dedim, sənin skladın haradadır? Yəni, heyətdə bir dənə skladı var idi. Mən getdim, o skladı açdım, gördüm orada bir 17 kanapka yumurta təsvirini. Pesoklar kisənən, 12 kisənən, nə kisənən. Dedim, sən əgər bu günləri yaxşılıq eləmək fikrin varsa, bu günləri bunu hamısını kənd cəmaatını yığıb dağıtırsan bütün kənd cəmaatına, sən inan ki, mən sənə o torpağı alacam və evin səni tikiləcək. Dedi, Şakir bəy, problem yoxdur. O insan həyatında eləmədiyi bir yaxşılığı elədi və o yaxşılığı edərək bütün kəndi öz ərzağına dağıtdı və payladı, doğrudan da payladı və bizə güvəndə payladı. Amma biz də onun sayəsində ona torpağı rayon rəhbərliyi tərəfindən verildi, tikildi. İndiyə kimi onun qapısına ərzaqlar gedir və dedim, bax, görsən ki, indiyə kimi sənə bir yaxşılıq etdin və o yaxşılıq sayəsində artıq sənin evində hər zaman var. İndi insanlar var da, bəzində Hacı xanımlar özlərinə bilir ki, ağlayırlar, yalanmışlar, amma görürsən ki, hər şey var. Nəysə, burada bizim dəyərli doktorumuz əyləşib, sizin evladlarınızın, evladlarının, nəvələrinizin gözəl bir bizim həkimimiz var ki, hər zaman xeyrə işlərinə qoşulur, qadınlar günlərində qoşulur gəlir və təbii ki, bizim tədbirlər işlət edir. Pərvanə doktor üçün bir alqış gəlsin və həkimdən də bir söz olar, buyurun. Çox sağ olun, minnətdarım. Mənə xoş oldu elə burada çıxış etməliyik. Mən sizinlə qürur duyuram, həqiqətən də. Burada bizim böyüklərimiz, xanımlarımız, hacı xanımlarımız, mənəvi zəngin olan insanlar əyləşibdir. Gələn insanların hamısına xoş gəldin deyirəm. Yəni, Qubadan, kənardan gələnlər də var. Bizim gözəl Qubamıza xoş gəlmişsiniz. Yəni, burada ürəyimdən bir sözlər keçdi ki, burada əyləşən hər bir ziyalı adam özü böyük bir kitabdır. Onların sinəsində böyük bir aləm var. Hansını dindirsən, hansının səhifəsini açsan, orada böyük bir həyat var. Keçilən, belə deyək, çətinlik, əzablı, necə deyərlər, romantik, bəlkə də asan bir yollar olubdur. Yəni, tarixdir burada, böyük bir tarix. Hər insan bir tarixdir. Mən çox sevindim ki, Cəmaifər xanım belə insanları önə gətirdi. Mən özüm Xaçmazdan gəlmişəm, 25 yaşında Qubaya gəlmişəm. Artıq 30 ildə burada yaşayıram və insanları demək olar ki, 2-3 il ərzindədir ki, belə tanımlığı ilə tanıyıram, yəni belə. Çünki məktəbi oxuyanda biraz elə bir ki, rayonun özü ilə, rayon insanları ilə tanış olursan,
tələbə vaxtı başın çox qarışıq olur, insanları tanımırsan. Amma burada olduğum dövrdə həkim kimi çalışmışam deyə tanımışam. Amma Cəmaətlər xanımla tanış olandan sonra rayonun bütün insanları ilə, ziyalıları ilə, müəllimləri ilə, həkimləri ilə, yəni bütün insanların tanışlığıma o mənə çox kömək olub həqiqətən də. Soruşmuşam bu kimdir? Yəni bunun belə deyək də kökü, soyu kimdir? O mənə çox kömək edir. Mən çox şadam ki, sizin kimi insanların arasındayım bu 30 ildə həqiqətən də. Sizi görürəm, fəxarət duyuram. Nə gözəl insanlarımız var bizim, nə gözəl hacı xanımlarımız var bizim. O xanımın çıxışı məni valeh elədi. Allah sizlərə can sağlığı versin. Və belə kitabın adına baxıram, İlahi Sevgi. O kitabı vərəqlədikcə, bilirsiniz, mən həkiməm, dərman təyin edirəm. Amma bir məsələ var. Xəstəlik dərman sağaltmır. İnsanın ruhu, onun yanaşması, söz, gözəl sözlər insanı elə sağaldır ki, yəni ki, o resepti qoyuruq kənara, həmişə deyirəm ki, diqqət, yəni xəstəyə diqqət, insana diqqət, yəni ona mənəvi yanaşma, mehribanlıqla yanaşma, nəzakətlə yanaşma, xoş söz, bilirsiniz bu nə deməkdir, həqiqətən də. İnsanı pul, var, dövlət yaşatmır. İnsanı yaşadan, insanın ürəyidir, qəlbidir, beynindəki olan gözəl fikirlərdir. Cəmaətlər xanım, çox sağ olun ki, belə kitabı yazmışsınız. Mən o kitabı, necə deyərlər, sətir-sətir oxuyacağam. Bilmədiklərim, tanımadığım insanları da tanıyacağam, hacı xanımları tanıyacağam. Allahdan sizə, necə deyim, can sağlığı arzu edirəm. Ömür boyu, yəni, əziyyət çəkmişsiniz. Ömür boyu həmişə insanlara sağlıq diləmişsiniz. Xoş həyat, bəxtəvər həyat diləmişsiniz. Çox sağ olun buna görə də. Minnətdaram. Keçdiyiniz həyat yolunda etdiklərinizə görə də sağ olun, var olun. İştirak edən hər bir kəsə də can sağlığı arzu edirəm. Burada qazimiz var. Qazilərimizin hesabına biz buradan da biz buradayıq. Biz sağıq, biz salamatıq, biz çalışırıq. Azərbaycan dövlətimizin möhkəmliyi yəni sizinlə oldu. Allah şəhid analarımızın canını sağ eləsin. Allah şəhidlərimizə də rəhmət eləsin. Bizim bu dəstə deyək, komanda deyək, bu komandanın içində mən də olmuşam. Çox danışdım, üzürlü sayın. Amma bunu qeyd eləməliyəm ki, Şakir bəy, Cəmaətlər xanım bəy, şəhid anaları ilə mən bir yerdə olmuşam. Nə bilim, valla, insan düşüncələrində olduqlarını yəni göstərə bilsəydi, böyük bir film olardı. Bu seriallar var, bitməz bir serialdır. Çox sağ olun hər şeyə görə, minnətdaram sizə. Kitabınız görə şəxsən təşəkkür edirəm ki, belə bir kitabı ortama gətirmişsiniz. Siz də çox sağ olun. Hamınıza can sağ olun. Teşekkür ederim. Bu da müəllimə fikirləşir və deyir, keçəcəm artıq həkimlərə. Həkimlər haqqında yazı yazacaq. Düzdür, doktor, siz də bizimlə olmuşsunuz, gəlmişsiniz o evlərə və o acınacaqlı günləri yaşamışıq və artıq üstündən tam 5 il keçib və heç bir zaman unudulmaz acılar, amma hər zaman hər bir evdə evladının acısını yaşayan və bizim də qazilərimizin gözü önündən keçən o film kimi olan bir pərdə idi ki, onların gözü önündən keçdi və gəldi. Burada isə bizim qazimiz əyləşir, İbrahim bəy. Eləməmsən də qazilər üçün. Valla biz eləmişik tədbiri. Olmuşsan bizim tədbirdə? Mən eləmişim, doğrudan da eləmişim, amma o bəzi insanlar var ki, onu gözdən silirlər. Çünki istəmirlər ki, gözə görünsün, silirlər göz önündən geçsin, amma o insanlar, bizim qazilərimiz, aililər hamısı bilir ki, biz hər zaman bütün tədbirlərdə məhz onların yanında olmuşuq. Buyurun. Hər birinizi salamlayıram. Cəmaətlər müəllimə təşəkkür bildirəm ki, dəvət kimi sağlıq var olsun, uğurları bol olsun. Cəmaətlər müəllimin bundan qabaq bir dənə kitabı var idi, bizim qazilər üçün yazıb. Yəni, həqiqətən də bizim üçün böyük bir fəxirdir. Yəni, bizim üçün gələcək edib, onun gürür duyuruq, həqiqətən də. Cəmaətlər müəllimə bir daha təşəkkür edirəm, uğurları bol olsun. Teşekkür ederim. Allah size can sağlığı
sağlığı versin. Ben sizleri yormak istemiyorum. Genç değilim. Genç değilsiniz. Ve danışmak istemiyorum. Yoksa senin dilin mecbur danışsın ama sen niye danışmak? Əyləş. Salamlayıram onu. Müəlliməyə təşəkkür edirəm bizi sayət dəvət edib. Mən də təbrikləri qoşuram. Allah can sağlığı versin abi. Çox sağ olun. Deməli, Cəmafer müəllimə deyir ki, yormayaq. Hanımların çay masası var çünkü ama maraqlı bir tədbir getdi də biraz rəngarənglik qatdıq. Cəmafer xanımın yaxın rəfiqəsi bizim Quba 6 sayılı orta məktəbinin müəlliməsi Hacı Layla xanım buradadır. Danışmaq istəyənlər başlamışlar ama bilmirəm. Buyurun müəllimə. Mənə də söz verdiyinizə görə hamını salamlayıram. Mən bugün həm fəxrliyəm, həm də biraz kədərliyəm. Hamı bilir ki, mənim anam ilk olarak Qubadan Hacı xanım olub. Dini Rus olsa da milliyyətcə müsəlmançılığı qəbul edib. Biz onun hədisləri ilə, onun dediyi sözlərlə böyümüşük. Bugün həm Allah qənidən rəhmət eləsin, nə yaxşı ki mən Hacı Adil və Hacı Leylanın qızıyam. Onların yolunda Allah mənə də nəsib elədi ki, həmin yolu mən də gördüm. Və bugün bu gözəl Hacı xanımların cərgəsinə məni də qatdı. Ona görə mən Allahıma çox təşəkkür edirəm. Cəmafer müəlliməyə də böyük minnətdarlığımı bildirirəm ki, bizi bu kitabı yazmaqla hamımızı bir yerə yığıb, çox sağ ol, Allah hamıya can sağlığı versin, ürəkli mətləblərini versin, dünyamız salamat olsun. Çox sağ olun. Teşekkür ederim. Ve değerli konaklar, her birinizə öz minnətdarlığımı bildirirəm. Çox sağ olun, Cəmafer xanımın adından buradasınız. Her birinizə can sağlığı xanımlara, sizlərə uğurlar, burada qonaqlara. Və Zümrüt xanımı mən həmişə tənbih edirəm ki, Zümrüt xanım, Qubada niyə konsert vermirsən, niyə gəlmirsən, sizi artıq sevənlər var. Biz Zümrüt xanımı güclə dəvət edirik, çünki orada o qədər işinin üstündə olur ki, məsuliyyəti o qədər çox məsuliyyətlidir ki, və işindən çıxıb gəlmək istəmir. Sonunda isə Zümrüt xanımın gözəl bir mahnı gələcək. Alqışlar gəlsin və Azərbaycanın deyəcək. Və buyurun Zümrüt xanım. Mən həmişə fəxr etmişəm. Bugün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Sevincimiz aşık aşık yarpaklarda, kışındaki Azerbaycan bir de eyler. Dile gelip söz bulalım uzaklaşıp, başındaki Azerbaycan bir de eyler. Azerbaycan bir de eyler. Azerbaycan. Bilir Adem bilir, Hürre bilir, Hürre. Yol geçirip zerre 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 zerre. İki dayalı iki zirve, insanlığa sokak öte. Azerbaycan bir de heyler. İki dayalı iki zirve, insanlığa sokak öte. Azerbaycan bir de heyler. Azerbaycan bir de heyler. Azerbaycan bir de heyler. Azerbaycan bir de heyler. Ocakları onu közler.
mahnını mən tələbələrimlə oxumuşam. İncəsənət Universitetində olan tələbələrlə, bir də ki, konservatoriyada olan tələbələrlə. Bilsəydim, o tələbələrimi də getirərdim, mən oxuyarlar. Məndən çox onlar oxuyuyor. Bu elə mahnı seçdik, elə onlar oxuyurlar. Çox sağ olar Şakir, sağ ol günə, sənə də yaxşı mahnılarım var. Mənim mahnılarıma da müraciət eləmirsən. Çox sağ olun. Və hər biriniz çay masasındasınız və buyurun. Cəmafər xanım, bir daha təbrik edirəm səni. O gün olsun ki, sənin bu yazarlığın axarlı olsun. Axarlı olsun. O qədər gözəl, bol uğurlar arzulayıram ki sənə. Yanma gibi. Bir də Şakir dedi ki, Qubaya gəlmirsən. Qubalılar məni haçan çağırdı ki, mən gəlmədim. Nə qədər tədbirlər olur, nə qədər konsertlər olur. Qubalılar başqalarını çağırırlar, məni çağırmırlar. Ancaq başqa respublikalar, xaric çağırır, başqa respublikalar. Ancaq Qubalılar məni istəmirlər. Deyirlər ki, bu çox görmüş. Yox. Yüreğimdə qalmışdı, bu dedim. Şakir bəy mənə yol açdı. Öpürəm hamınızı. Sağ olsun bizim üzü nurlu, üzündən nur tökülən, uzalda ışıq saçan nur üzlü mənim Hacı xanım bacılarım. Sağ olsun mənim o qazi qardaşım. Siz bilirsiniz ki, mən həmişə müharibə başlayandan mən o torpaqlarda olmuşam. Deyirdim ki, bunlar mənim oğullarımdır. Küçədə də gedəndə deyirlər ki, ay Zümrüt xanım, neçə oğlum var? Deyirdim ki, bir batalyon. Hansı ki, mənim bir dənə qızım var. Bəstəkardır, bilirsiniz, ilahə qismət. Ona görə, vallahi, necə demişəm, elə şəkillər deyilləri, dediyim dediydi. Hələ siz mənim oğlumsuz, bütün əskərləri mənim oğullarımdır. Haçan mən en hərbi hissələrə getmişəm, deyirlər ki, bizim anamız gəldi, bizim böyük bacımız gəldi. Belə analarına dediklərini, bacılarına ki, nə söz istəyirlər göndərmək, analarına nə söz göndərmək istəyirlər, hətta sevgililərinə nə söz göndərmək istəyirlər, mənə göndəriblər. Elələri olub ki, olan toylarını da oxumuşam gələndən sonra. Ancaq pulsuz oxumuşam, onu da bilmirəm. Öpürəm hamınızı. Teşekkür ederim. Hacı xanımların könlündə sözü qalırsa, çay masasında deyərlər. Bənövşə xanım, Hacı xanım. Hamınızı sallayıram. Bizim qubaya xoş gələn qonaqları çox sallayıram. Allah'ın lütfü, mərhəməti üzərinizdə olsun, sizin də, mənim Qub yerli Hacı xanımlarımın da. Quba Baba dağının ətəqində yerləşir. Quba Qaf dağının ətəqində yerləşir. Qubanın adı müqəddəs su deməkdir. Kim Baba dağına gəlibsə bir 7 dəfə həcə ümrə ziyarətinə gedən kimidir. Quranda Qaf dağının adı surəsi var. Quranda Qaf əhli var. Quba Adəmin vətənidir. Nuhun gəmisi Qubaya gəlir. Quba dünyanın ən müqəddəs yeridir. Ən müqəddəs torpağıdır. Mən bura gələn qonaqların, Hacı xanımların duasıyla, özümün duasıyla Allah'tan arzu edirəm. Bütün dünyada sülh olsun. Bu qırğınlara son qoyulsun. Mən gecə gündüz dua edirəm. Gecə gündüz insanların bu analarım fəryadına son qoyulmağını arzu edirəm. Bunu bütün dövlət başçılarına Qubadan ərz edirəm. Dövlət xadimlərindən ərz edirəm. Müharibələri son versinlər. Sərhədlər açılsın. Bütün arzu edenler hacca gitsin. Her yeri geçsinler. Korkusuz, ürküsüz dünya arzulayıram insanlara. Hamımıza ruzu bereket arzulayıram. Can sağlığı arzulayıram. Evlat toyu arzulayıram. Hamımızın belə xoşbaxtçılığına arzulayıram. Hoş gəlmişsiniz. Bu meclislerin çok davamlı olsun. Bu meclisi teşkil edən Cəmafər xanıma, Ziyadxan müəllimə çok büyük minnətdaram ki, mənim Quba Hacı xanımlarını siz bütün dünyaya tanıtmışsınız. Var olasınız. Bismillahirrahmanirrahim. Əziz qonaqlarımız,
bu tədbiri təşkil edən, bu İlahi Sevgi kitabını əlsiyə getirən Cəmafər xanıma, Ziyyətmən müəllimə çox minnətdarlığımı bildirirəm. Gələn qonaqlarımıza, burada olan beylərimizə, Haç xanımlarımıza xoş gəldin deyirəm. Allahdan arzum budur ki, həmişə belə tədbirlər olsun, ziyarətlər olsun, ziyarətlər yesinlər, yollar açılsın. Bizim də ürəyimiz qürrələnir, həmişə bir ziyarətlərdə olmuşum. Mən həcdə bir dəfə olmuşam, Kərbəlada, Məşədidə çox olmuşam. Bacılarımla yenə də həmin yollara arzulayırıq. Allah'tan arzum budur ki, dünyamız selamet olsun. Allah bir de Azerbaycan'a muharebe göstermesin, şehit göstermesin. Allah gazılarımıza şəfa versin. Şəhidlərimizə Allah qəni-qəni rəhmət versin. Burada şəhid anamız var. Allah onun da balasına qəni-qəni rəhmət versin. Yeri cənnət, Allah sədrin versin. O tek süzüb Allah deyir, hamımız varsın. Çünkü 4 günlük muharebədə valla biz geceler yatmamışıq. Qoyub Quranları başımıza dualar eləmişik, dünyamız üçün, ordumuz üçün, əskərlərimiz üçün, rəhbərlərimiz üçün. Allah rəhbərlərimizə də can sağlığı, Allah sizi qorusun. Bu tədbir görmüşəm, Şakir balamız həmişə şəhidlər üçün evləri gezir, getirib məsəl üçün köməklik göstərir. Bu köməkliklərdə biz də iştirak eləmişik. Gəlin məndən xahiş edib ki, Haçxan, kimləri bilirsən məsləhət, siyahı yazı vermişik. Allah ona can sağlığı versin. Allah onun da bəxtin yolun açsın inşallah. Mən biz ziyarət edədimiz Peyğəmbər balaları xatirinə Xanım Zəhranın balalarını ziyarət eləmişik. Onun haqqında Xanım Zəhradan Allahdan nidadır. Ya Peyğəmbər, dünyanı yaratmasaydın, sən olmasaydın. Əli olmasaydı, səni yaratmasaydın. Xanım Zəhra olmasaydı, hiçbir bizi yaratmazaydım. And olsun müqəddəs Fatimə, dünyanı xəlq eyləməzəydim. Olmasaydı Xanım Zəhra, çünki çarə yoxdur ümmətə, gəlməsə qiyamət xanımı Fatimə. Demə məhşər günün hörməti Zəhrabəymiş, xəlqin səbəbi Zəhrabəymiş. İki dünya evinin zinəti Zəhrabəymiş, üzünün nuru görəndə mələklər çəkilər, hikməti heçdir deyir şirqəti Zəhrabəymiş. Peyğəmbərin pak nəslinin yekparəsi Fatimə, sirrini Mövla bilir, çünki qeyri kimyası var. Xanım Zəhra xatirinə, Xaç xanımları, bütün xanımlarımızı Allah qorusun. Xaç xanımların, anaların, duaların Allah həmişə eşidib, Allah balaları, əskərləri, ordumuzu qorusun inşallah. Allah bir də bir Azərbaycana müharibə göstər. Arzumuz budur sizdən inşallah. Allah'ım sən qoru. Allah sizi də qorusun. Allah ziyatdan nəqədə can sağlığı versin. Zümrüt xanım, demişkən, müəllimə mənə səhər yazdılar, 2 kitab verməlisiniz, ünvanı verəcəm. Bu da mənim sevgiyəm. Bugünkü olaraq dəyərli bir insana, dəyərli anaya teşekkür edirəm. Və hər birinizə minnətdaram. Amma mən sonunda Hacı Səkinə xanım üçün gözəl bir alqış istəyirəm anam üçün. Çünki bizə qapısını açanda, evini açanda, biz o evə gidəndə inanın ki, elə biləm ki, öz evimizdir, valalayla müəllimə. Elə bil ki, öz evimizə gedirik və öz evimizdə əyləşirik və orada rahat oturub çayımızı içirik. Allah hamd olsun, sağ olsunuz ki, o qapıları bizə açdınız. Hər birinizə minnətdaram. Canımızda canımız var olsun Azərbaycanımız. Azərbaycan naminə gözlə. Siz də sağ olun ki, həmişə yanınızda olmuşsunuz. Cəmaətəli müəllimlə. Həmişə şəhid analarına dəstək olmuşsunuz. Allah sizə can sağlığı versin. Allah sizə nətər demişdi. Allah səni ürəyin istəyən kimi bəxtə versin. Bir onu arzulayıram sənin üçün. Cəmaətəli müəllim, sənə də çox sağ ol deyirəm, təşəkkür edirəm. Allah sizi qorusun. Balalarımı qorusun. Sən gələcək nəsillər üçün tarix qoyub gidəsən. Çox sağ ol ki, sən bu kitabı yazıb, bütün anaları uca tutdun. Allah can sağlığı versin. Allah istəyənlərə qismət eləsə hac ziyarət. Dünyalar gelen, seven yürekler, bedenler keder, sevmişen seni. Dünyalar gelen, seven yürekler, bedenler
nə kədər, göz yaşlarını axıtma hədər. Göz yaşlarını axıtma hədər, Doskorovu tək qaynayır qanım, Azərbaycanım, Azərbaycanım. Doskorovu tək qaynayır qanım, Azərbaycanım, Azərbaycanım. Gəzdin dünyanı ürəyimdəsən, arzu kamında diləyimdəsən, hayana getsəm ürəyimdəsən, hayana getsəm ürəyimdəsən. Sensiz olmasın benim bir anım, Azərbaycanım, Azərbaycanım. Ürəyim canım, şöhretim şanım, Azərbaycanım, Azərbaycanım. Sensiz olmasın benim bir anım, Azərbaycanım, Azərbaycanım. Ürəyim canım, şöhretim şanım, Azərbaycanım, Azərbaycanım. Nəğmələr deyir dodaqlarımız, coşub çağlayır bulaqlarımız. Nəğmələr deyir dodaqlarımız, coşub çağlayır bulaqlarımız. Bir daha sönməz ocaqlarımız, bir daha sönməz ocaqlarımız. Ey yanan benim azad məkanım, Azərbaycanım, Azərbaycanım. Ey anam benim azad məkanım, Azərbaycanım, Azərbaycanım. Gəzdin dünyanı ürəyimdəsən, arzu kamında diləyimdəsən, hayana getsəm ürəyimdəsən, hayana getsəm ürəyimdəsən. Sensiz olmasın benim bir anım, Azərbaycanım, Azərbaycanım. Ürəyim canım, şöhretim şanım, Azərbaycanım, Azərbaycanım. Sensiz olmasın benim bir anım, Azərbaycanım, Azərbaycanım. Ürəyim canım, şöhretim şanım, Azərbaycanım, Azərbaycanım. Hepimize minnettarımızı bildirerek Kubamızda yerleşen anlamamız bütün kalitesine rehberiyle öz minnettarımızı bildiğiniz için bize böyle şerayet yarattı. Teşekkür ve ilgisizlerine. Allah size de can sağlığı versin. Son nesil bir almış gelsin. Canımızda canımız Azerbaycanımız. Sensiz olmasın benim bir anım, Azerbaycanım, Azerbaycanım. Ürəyim canım, şöhretim şanım, Azerbaycanım, Azerbaycanım. Sensiz olmasın benim bir anım, Azerbaycanım, Azerbaycanım. Ürəyim canım, şöhretim şanım, Azerbaycanım, Azerbaycanım.